Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Yeni bir mövzu açır Həzrət Əli əleyhissalam bu məktubun içində. Əslində bu cümlələr, ifadələr hamısı bir-birinə bağlıdır və sadəcə mərhələli şəkildə Həzrət Əli əleyhissalam onları mərhələli şəkildə bizim üçün izah edir. Bizim tərbiyə üslubumuz adətən belə olur ki, insanlara belə tərbiyə verməyi üstün tuturuq və yaxud da evladımıza belə tərbiyə etməyi üstün tuturuq ki, həmişə çalışırıq onları hərəkətə çəkək. Dayanma, misal olaraq, həmişə işlə, həmişə hərəkətdə ol və bu həyat, bugünkü vəziyyətdə bunu tövsiyə edirlər. Bu həyat riski sevir, çalış həyatında risk elə, cəsarətli ol, qorxma, döymək istəsələr birinci sən vur. Bu kimi ifadələrlə. Bəzi cümlələr var ki, ifadə olaraq, şüar olaraq qəşəngdir, gözəldir, cəsarətli ol, yaxşı cümlədir əslində. Amma cəsarəti izah etmədən bir nəfərə uşaqlıqdan tərbiyə verəsən ki, cəsarətli ol, bu artıq onun üçün həyatında ciddi bir problemi çevilə bilər. Cəsarətli ol, yəni qorxma, qarşıda olan hadisələri görməsən də, qarşıda olan problemləri görməsən də, hər hansı bir işə başlamaq istəyirsən, çalış, risk elə, nə olar, olar. Yəni bu kimi tərbiyə növü aşılanır insanlara, eyni zamanda uşaqlara. Bu kimi tərbiyə növü aşılanır, amma bunlar heç biri tam olaraq tərbiyə növü deyil. Hamı istəyir ki, evladı misal olaraq cəsarətli olsun. Amma cəsarəti heç kim evlada izah eləmir. Və risk elə əslində bir hünər kimi təqdim olunur cəmiyyətə. Çalış, risk elə, qorxma. Əslində, ağıllı insan, qorxmayan insan, diqqətli insan risk eləməz. Çünki riskin ya müsbət tərəfi var, ya mənfi tərəfi var. Risk anormal bir haldır. Heç bir şey araşdırmadan və şübhə yaranır, ehtiyat edirsən. Amma belə bir elimizin, xalqın atalar sözü var ki, çox da gözəl sözdür. Ki, bizim elin dilində məşhurdur. Ehtiyat igidin yaraşığıdır. Əhl-i Beyt bu məntiqi dəstəkləyirlər. Ki, hər şeydə ehtiyat eləyəsən, diqqətli olasan, hər qarşıva çıxan yolu getməyəsən, hər şüarı aldanmayasan, hər gözəl sözün arxasında dayanan problemləri görəsən, ehtiyatlı olmalısın hər məsələdə. Din gəlir bizə deyir ki, Həzrət Əli əleyhissalam bizə başa salır ki, həmişə hərəkət eləmək də düz deyil. Həmişə hərəkət etmək, həmişə tez bir zamanda addım atmaq və şübhəli yerdə hərəkət eləmək normal hal deyil. Bəzi dayanmaqlar, bəzi susmaqlar, bəzi addım atmamaqlar var ki, onlar hərəkətdən qat-qat üstündür. Görürük, müdrik insanların həyatlarında görürük, müəyyən zamanlarda dayanıblar. Hamı elə bilib ki, bu qorxaqdır. Və qorxaq da adlandırıblar. Cəmiyyətdə qorxaq da adlandırıblar. Amma sonra baxıb görürsən, analiz edirsən məsələni, təhlil edirsən, görürsən ki, yox. Bu qorxaq adlandıranlar əslində özləri qorxaqdılar. Və bunların bu çevik addımları, bunların şücaətli çıxışları, üzr istəyirəm, qışqırıqlı çıxışları bunların qorxaqlıqlarından irəli gəlirmiş. Nəinki cəsarətlərindən. Cəsarətli adam o adamdır ki, düzgün düşüncəsini, düzgün ideologiyasını heç kimə verməsin. Buna deyirlər cəsarətli adam. Bir şeyi düz görə bilirsə və bu düzün qarşılığında bir şey haqq görə bilirsə, onun yəqinə çatdısa ki, bu yol haqdır, mənim bu gəldiyim qənaət haqdır, bu haqlılığı heç kimə verməsin. Bu haqqın qarşısında heç kimdən qorxmasın, bu düzün qarşısında heç kimdən qorxmasın. Heç bir təhdiddən qorxmasın, heç bir, belə deyək, abrının getməyindən qorxmasın. Yoluna hər şeyi qurban versin. Hər şey düz gördükdən sonra o yola hər şeyi qurban verməyə bacarsın. Hətta özünü belə o yola qurban verməyə bacarsın. Əhl-i Beyt bizi bu yola çəkir. Həzrət Əli əleyhissalam buyurur ki, "Və əmsik ən tariqin izə xifdə zəlalətə." O yerdə ki, ehtiyat elədim, problem yaranar, tam yəqinliyə çatmadın. Bir adamla iş quracaqsan, bir adamla
bir işi şərikliyə görəcəksən və yaxud da bir təriqətin adamı ilə rastlaşmısan, sənin o qədər məlumatın yoxdur. Deyir, çalış biraz təmkinli ol, diqqətli ol. Niyə görə hər qarşında dayanan, danışana inanmalısan? Niyə görə ehtiyat elədiyin yerdə mütləq ürəyinin səsinə qulaq asmamalısan? Həzrət Əli buyurur ki, burada ürəyinin səsinə qulaq as. Ehtiyat etdiyin yerdə mütləq dayan. Deyir, burada dayanmağın daha xeyirlidir. Addım atmağından daha xeyirlidir. Deməli, Həzrət Əli əleyhissalam bizi götürür, gəlir, istəyir bizim həyatımızda ehtiyatı mərkəz qərar versin. Ehtiyatı padşah qərar versin ki, həyatımızın bütün səhnələrində, bütün sahələrində ehtiyatlı olmalısınız. Ehtiyatlı olmalısınız ki, ziyan vurmayasınız. Bəzən buyururlar ki, görürsən, ürəyin həssaslığı, özünü tanıyasan, bunları danışmışıq keçən çıxışlarda. Özünü tanıyasan, görürsən, həssas insansan. Sən dərhal inana bilirsən. Bu mühüm məsələdir. İnsan özünü tanısın. Bəzi xasiyyətlər var ki, insan onu zamanla dəyişəcək. Böyük bir zaman lazımdır. Hər şeyə inanan adamdır və dərhal inanan adamdır. Ola bilsin ki, özü yaxşı insan olsun, amma özü kimi baxsın bütün cəmiyyətə və dərhal da inansın. Deyir, belə adamsansa əgər, sən həmişə diqqətli olmalısan, sənin ehtiyatın daha çox olmalıdır. Çünki sən hər şeyə inanan adamsan, sən tez təsirlənən adamsan. Bəzi insanlar var, görürsən, onları ehtiyac adıyla ehtiyacsız insanlar rahat-rahat aldada bilirlər. Misal olaraq, bəzən bu hədisin izahına gətirib reallaşdığında baxıb görürsən ki, insanlar minlərlə ziyana düşürlər, maddi sıxıntılar görürlər. Neçə illik dostuydu, daxı mənim dostumdur. Bizim salam ələkimiz var, bizim neçə illik dostluğumuz var, münasibətlərimiz var. İndi bir dəfə dedim hələ ki, misal olaraq deyirəm, 50 min ver mənə, mən bunu 100 min eləyib qaytaracam sənə. İndi bu yaxşı adamdır da. Bir insanın, hətta yaxşı adam olsa da belə, bir insanın yaxşı adam olması, onun bütün sahələrdə mütəxəssis olması demək deyil. Bir insanın yaxşı adam olması, onun bütün sahələrdə iş bacarması, bacarıqlı olması uyğun deyil. Bugün fikir verin, bir insan təsəvvür edin, ehtiyatı olmasa, diqqətli olmasa, onun dayanacağı bir yeri olmasa, bütün məzhəblər hamı özünü haqq bilir, Şiə də özünü haqq bilir, Sünni də özünü haqq bilir, ateist də özünü haqq bilir, yəni dinsiz olsa da, ateist də özünü haqq. Hamısında gözəl dəlilləri var. Biri çıxıb deyir ki, mən İmam Zamanam və İmam Zaman filan yerdədir, filan ölkədə, biz də onun naibləriyik, biz də onun tərəfdarlarıyıq, gəlib artıq. Yəni, bu ağılda adamlar da var da, indi ağılsız həmişə belə olmur ki, divarı üstünə çıxsın, cəmaata gülsün oradan, ağılsız bəzən belə də olur da, yəni. İşim yox. İndi insan əgər bu bütün çağırışların qabağında dayanmasa, bütün çağırışların qabağında dayanıb düşünməsə, mütləq bir yolun yolçusuna çevriləcək. Və biz də fikirləşirik ki, biz necə eləyək? İndi biz də dəlillər getirək, biz də sözlər getirək, hədislər götürək ki, biz onu bu yoldan ayıraq. Yox, bu mümkün deyil və bu düzgün yolda deyil. İnsanı daha köklü bir şey öyrədir Həzrət Əli əleyhissalam. İnsana elə bir şey öyrədir ki, heç kim yanında olmayanda sən düzgün qərar verməyə bacarasın. Və bəzən də elə bilir ki, burada qərar verməsəm indi, mən bunu qəbul eləməsəm günahkar oluram. İndi mən bu işi görməsəm, sabahlar heç vaxt mənim üçün bir iş qapısı açılmayacaq. Bəzən belə olur. Ona görə insanlar səhv edirlər. Həzrət Əli əleyhissalam bir insana köklü bir meyar verir. Deyir, bir şeydən ki, şübhə elədin, tam olaraq oturmayıbsa əgər, qəlb, belə deyək, meyarları ilə, qəlbinin səsi ilə uyğunlaşmayıbsa o dəyər. Deyən, getmə dalıca. Yaxşı, mən getməsəm, onda əgər bir dini məsələsi, getməsəm günahkar olaram. Yox, deyirlər, bir insan ömrünün sonuna qədər, əgər düz yolu axtarırsa, dini cəhətdən deyim, ömrünün sonuna qədər düz yolu axtarırsa, hələ axtarışdadır. Və heç bir şey qane eləyə bilmir onu. Prinsipi də yoxdur, xüsusi bir aqressiyası da yoxdur. Sadəcə qane eləyə bilmirlər onu. Ola bilsin də bir insanın qarşısına ancaq, belə deyək, təqdimatı nöqsanlı insanlar çıxsın, bunu qane eləyə bilməsinlər.
Deyir, bir insan ömrünün sonuna qədər həqiqəti tapmaq uğrunda hərəkət eləyərsə, heç bir yerə qulaq asmaz. Dinləyər, amma diqqətli olar. Dinləyər, amma dərhal qəbul eləməz. Həmişə qarşısındakının çıxışı sən əqidəvə çevrilməməlidir. Sən düşüncə meyarvə çevrilməməlidir. Dinləyər, amma diqqətli olar. Gözləyər. O dəqiqə qəbul eləməz. Yaxşı, bir insan bir haqqı belə axtarsa, ömrünün sonuna qədər axtarsa, o axtardığı vaxt dünyasını dəyişsə, Allahın razılığında dünyasını dəyişəcək. Axtardığı vaxt hələ dünyasını dəyişsə. Ona görə qorxmaq lazım deyil. Bəzən biz niyə görə tələsirik, problem yaşayırıq? Problem yaşamağımızın səbəbi bu ki, biz bütün məsələlərin içinə, həmişə də bütün məsələlərin içinə daxil oluruq. Bütün məsələlərin içində də varıq. Ona görə problem yaşayırıq. Və eyni zamanda bir problem çıxır ortaya. Hamımız o problemə bir barmaq qoymalıyıq ki, mən də burada varam. Mən də oturdum, danışdım. Mən də oturdum, müzakirə edim. Deyirlər, yox, çəkil kənara. Xəbərin yoxdur məsələnin bütün tam təfərrüatından. Çünki nə qədər problemli, şübhəli məsələyə girsən, o qədər həqiqətdən uzaqlaşırsan. Bu vaxtda sən görmüsünüz ki, fitnəli məsələyə bir nəfər tam varlığı ilə girsin, oradan salamat çıxsın. Heç vaxt çıxa bilmir. O Həzrət Əli Əleyhisselamın bir cümləsi düşdü yadıma. Buyurur ki, fitnə zamanı elə bir dəvə kimi olun ki, nə belə deyək, sizdən minik kimi istifadə edə bilsinlər, o dəvəyə bənzəyin, 2 illik dişi dəvəyə bənzəyin, nə südünüzü sağa bilsinlər, nə də minik kimi istifadə edə bilsinlər. Yəni, siz çalışın ki, şübhəli məsələlərdə, problemli məsələlərdə heç vaxt sizdən istifadə olunmasın. Niyə görə istifadə olunur? Çünki bir məsələni eşitdin, gedirsən, arıca girirsən mövzunun içində daha çıxa da bilmirsən. İndi bu mövzunun içində sənin daxil şəxsi prinsiplərin yaranır. Sən burada belə söz demişdin, bu söz ya qəbul olunmuşdu, 5 nəfər tərəfdən qəbul olunmuşdu, 5 nəfər tərəfindən qəbul olunmamışdı. Artıq mövzunun içindəsən. Xəbərin yoxdur ki, bu dəqiqə özün fitnənin içindəsən. Bax, məsələ belədir. Ona görə bizə deyir, Həzrət Əli Əleyhisselam köklü meyar verir. Deyir, əgər görsəz ki, qarışıqdır, bir sual verdilər, bir şübhə yaratdılar, bir problem yaratdılar. Bugün necə olur? Görürsən, bir nəfər çıxır, bəzəkli danışır. Bir böyük də deməyim, bir dəstənin problemi burada yarandı da. Bir nəfər çıxdı, Qurandan danışdı, Quran ayələrini istədiyi kimi izah elədi. Sən kim deyir, dərhal ona inan. Qulaq as, eybi yox. Dinlə. Əgər şübhə yaradırsa səndə, dinlə, gözlə, düşün, axtar, araşdır. Və bu adamın şəxsiyyətindən xəbərin yoxdur. Onu ancaq qiyabı olaraq görmüsən. Heç vaxt real olaraq görməmsən həyatda. Və bu da danışır. Və bunun danışdıqları da artıq səndə bir qərar qəbul elədin ki, niyə görə tələsirsən qərar qəbul eləməyə axı? Bir qərar qəbul elədin ki, vəssalam, düz budur, bundan düz yoxdur. Mən belə insanlar görmüşəm, siz də görmüşsünüz həyatınızda, istər inanclı cəmiyyətin içində, istər inancı olmayan qeyri-inanclı cəmiyyətin içində, siz də görmüşsünüz. Bir nəfərin yanında gəlir oturur, biraz bu bəzəkli danışır, deyir ki, düz deyir. Başqa tərəflərinə vara bilmir. Bu yaxşı danışdır, bu düz deyir. Sonra başqa biri biraz bundan güclü adam gəlir, deyir ki, yox. Məndə şübhə yarandı onun sözlərinə. Baxın, insan ona görə deyir, çəkil kənara, kənardan bax məsələyə, diyan, həmişə hərəkət eləmək, uğur qazanmaq deməkdir. Ona görə də deyirlər ki, həvəslə insanları dinə dəvət eləməyin. Əvvəl belə bir təqdimat var idi, Allah mərhum Hazını qəni-qəni rəhmət eləsin, diqqətlə, məntiqlə, hikmətlə insanları dinə dəvət elədi. Əvvəl belə bir məntiq vardı. Bir nəfərin sıxıntısı var. Pul vermək lazımdır buna sıxıntıdan çıxsın. Ev tikəcək, evi yoxdur, misal olaraq deyirəm. Hər hansı bir sıxıntısı var. Pul vermək lazımdır buna sıxıntıdan çıxsın. Bu namaz kağızı verir, onun ki, namaz qıl, Allah sənin üçün ruzu yetəcək. Bu da baxır, görür ki, bunun özü üçün heç yetirməyib. Bu bütün günü məsciddədir. Corab, ayaqqabı dağıtmaqdan, məscidə gedib gəlməkdən yorulub. Heç də bunun üçün əldə edəm, yolu düz təyin eləmədi. Onun sıxıntı hissinə istinad elədi. O bu dəqiqə saman çöpündən də olsa, dəryada boğulan saman çöpündən də olsa yapışır. O bu dəqiqə sıxıntıda o hər xoş xəbərdən yapışacaq. Ona görə nə vaxt insan sıxıntıda olsa, nə vaxt insan çətinlikdə olsa, görə hər adama qulaq asmasın, görə hər sözün ardıcı getməsin. Hər düşüncənin, belə deyək də, yolçusuna çevrilməsin. Hər adamla iş qurmasın.
bir gün sənə xeyir verən adamla, ola bilsin bir adam bir gün xeyir versin, sənə 50 il səni geriyə salsın. Bir maddi sənə xeyir verməklə səni nə boyda həqiqətlərdən uzaqlaşdırsın. Ona görə deyir, Həzrət Əli Rəsulullah buyurur ki, bu əmsik antariqin izaxifdə zəlalətə. Bir yeri ki, axırında zəlalət hiss elədin, gördün, qorxdun, özə belə cümlə işlədi. Qorxdunsa zəlalətə düşməkdən dayan. Dayansan, burada Allah sənə kömək eləyəcək. Burada dayanmalısan. Gəldilər bir alimlərdən birinin yanına, Mürəvvici ağa idi, səhv eləmirəmsə, onun yanına gəldilər. Bir nəfər gəldi ki, çamadan pul götürdü onun üçün, balaca çamadanlarda. Bunda şərab dükanları vardı özünün, bu pul götürənin. Şərab dükanları vardı, götürdü onun üçün, dedi ki, ağa, bəs xums gətirib gəlmişəm sənin üçün. Bu da onu tanıyır. Baxdı ona, mədrəsənin də vəziyyəti çətindir. Bu da mədrəsənin müəllimlərindəndir. Mədrəsənin də vəziyyəti çətindir. Yine tələbələr baxır, sevinə-sevinə baxırlar ki, gəlib də da. Yəni, bundan sonra vəziyyət düzələcək. Mürəvvici ağa dedi ki, mən götürmürəm ki, xums. Dedi, necə, siz axı yığırdınız. Həmişə cəmaat dedi, yox da təyin xums yığmıram. Hə, nə qədər eləyirsə götürmür. Neysə, bu kör peşman çıxır gedir. Tələbələr dedi, ağa, yəni, mədrəsədə çörək tapmırıq yeməyə. Yəni, taqətimiz yoxdur. Niyə götürmədin? Hazır gəlmişdi də bu. Dedi, o xums döyürdü. Bu kişinin şərab dükanları var. O mənim ağzımı mənbərdə bağlamaq üçün mənə rüşvət verirdi xums adı ilə. Hər ehtiyacın ardınca getmək insanı ucatmaz. Hər ehtiyacın olan şeyə ürəyini verəsən, ehtiyacın olan bir duyğun var, o duyğuva dərhal bir nəfər sənə duyğuva uyğun bir sözsə cavab verəsən, yox, ona gözəl yol deyirlər bizə. Həzrət Əli Rəsulullah buradayam, çəkil kənara, o məsələyə, o hissin aradan gedəndə bax. O duyğun, o hissin ki, bu dəqiqə coşmuşdu, o qarşındakı da o hissdən istifadə elədi. Misallara deyirlər, iblislə necə davran? Bir şey istəyəndə, bunu halallarda da eləmək olar. Neçə gündür fikirləşirdim, deyim, elə yaxşı oldu, mövzumuza uyğun düşdü yadıma. Halallarda da eləmək olar. Nəfsi necə idarə eləmək olar? Ən yaxşı idarə yolu budur. Mərhum Hacıdan da eşitmişəm bu sözü. Deyir, hər istədiyini hər dəqiqədə, o dəqiqə vermə ona. Bu su istəyir də, yəni istidir hava, su istəyir. Deyir, tərbiyə eləmək istəmirsən onu. Tərbiyə eləmək istəyirsənsə, o dəqiqə vermə. O su istəyən vaxtı vermə. Deyir, biraz məsafə sax. Deyir, yaxşı, 5 dəqiqə içərəm. 5 dəqiqə içəcəm inşallah. Bu dəqiqə susundan yanırsan. Deyir, onu verir dərhal, halalı ona tez istədiyi vaxtı verdikcə, haramı istəyəndə daha müddət verə bilmirsən ona. Onun üçün məhdudiyyət qoya bilmirsən. Artıq bunu necə öyrəşdirmirsən? Hesab eləyəndə bir nəfər, belə deyim, maddi durumu son dərəcə güclü insandır, maddi durumu yaxşıdır, imkanı var. Evladın nə vaxt nə istəyibsə verib ona. Nə vaxt nə istəyibsə verib ona. Belə tərbiyə eləyib onu. Hər şey var da, nə istəyib alıb onun üçün, nə istəyib verib ona. İndi bu uşağı tərbiyə eləyib, müəyyən bir işə çatdırıb, artıq bu özü bir dənə gəncdir. İndi o uşağa demək olar ki, yoxdur. O uşaq cürbəcür cinayətlərə əl atacaq. O razılaşa bilməyəcək, qəbul eləyə bilməyəcək yoxdur. Oldu da imkan tamamilə əlindən çıxdı. İndi o uşağı razı salmaq olacaq ki, yoxdur. Əgər verməyəcəksən, oğurluq eləyəcək. Elə deyil. Verməyəcəksən, oğurluq eləyəcək. Oğurluq eləməyəcək, hər hansı bir misallara haram maddənin satışı ilə məşğul olacaq. Tək o əvvəldə yaşadığı hal ki vardı, öyrəşib onun nəfsi, öyrəşdirmiş onu. Mütləq onu dərhal əldə eləməlidir. Onun bir artıq xarakter formalaşıb onda. Dərhal əldə eləmək formalaşıb onda. Deyirlər, ona görə deyirlər, iblislə belə davranın, nəfslə belə davranın. Nəfs bir şey istədi, gözlə. Eyni zamanda bütün gündəliyimizdə də belədir. Hətta bəzən namazda belə. Görürsən, bir çıxış elədi. Xətibdir də, mənbərdə bir çıxış elədi. Adamın ürəyinin bütün simlərinə toxundu da, belə deyək. Bütün təbəqələrinə toxundu. Qərar qoyursan ki, bax, içində qərar qoyursan, bəs salam eyə. Bu gecə, üzr istəyirəm, bu gecə gedirəm evə. Səhərəcən namaz qılacam. Sonra gəlsə evə ki, yox da, sən o döyürsən, o məsciddəki halındır, bu dəqiqə o döyür. O tərəfdən balış sənə baxırsan, balışa baxırsan, nə bilim, belə vəziyyət aləm qarışır bir-birinə.
Deyir ki, o dəqiqə hala düşdünsə qərar vermə. Əslində pis şey niyyət eləməyib ki, elə deyil, gedib ibadət eləyəcək də. Amma elə özvə çəkivə uyğun olmayan, hala düşüb çəkivə uyğun olmayan şeyi də qəbul eləyib, söz versən ki, eləyəcəm və eləyə bilməyəcəksən, bu özdə pisdir. Və sonda bəzən görürsən, indi orada söz vermişdin, axı məclisdəki halın qalıb yadında. Məclisdəki halın yadındadır, indi gəlmirsən. Ürəyin sıxılır namazdan. Amma demirsən ki, daha qılacam da. Bezirsən. Başlayırsan, görürsən sonra. İndi misal olaraq deyib ki, 100 rükət namazı var. Sən də, yox, bu gecə qılacam. Mən tez gedirəm. Otura bilirsən, çay çay məclisdən, yox, mən namazlarım var. Gedirsən qılmağa. Sonra bir 10 rükət qıldın, 20 rükət qıldın, görürsən ki, yox da, o deyil, çəkimə uyğun gəlmir. Sonra özvə deyirsən, görürsən bu rəvayətlərin, bu hədislərin sənədi səhihdir ya, yox. Sonra başlayırsan problemə. Dərhal o həssas vaxtında qərar verdin. İnsanın gündəliyi də belədir. Həzrət Əli Rəsulullah buyurur ki, sənin müxtəlif halların olur. Hər halda dərhal hər şeyi qəbul eləmə. Gözdə hiss eləsən ki, nəsə ürəyin narahatdır, çəkil kənara. Çəkil kənara, gözdə. Eyb yox da, danışmamısınız ki, misal olaraq 10 dəqiqədən sonra danışmamısınız ki, bu işi quraq. Deyirəm, mənə bir gün möhlət ver, fikirləşim. O bir günü alır həmişə. Çox adamlar o bir gündə qazanırlar. Çox adamlar o dayanmaqda uğur əldə ediblər. Bədbəxtlikdən xilas olublar, inanırsan. Bir dənə həvəsləndirirlər, çox-çox üzr istəyirəm, Allah hamıya şifa versin. Nə qədər narkoman var ki, da indi bu bəlaya düçar olublar da, Allah hamıya şifa versin. Nədən olur? İndi hərəmiz bir şeydə narkomanıq, onsuz da. Yəni, bəzən görürsən cəmiyyət, görürsən necə tərk edilmirsən, sən hər şeyi tərk edilmirsən. Yüngül şeyləri tərk edilməmsən, bacarmamısın özündən. Bu hətta birbaşa insanın bütün varlığına təsir edir, vücuduna təsir edir. Nə qədər, necə tərk etsin? Elə deyil. Neçə ildə daha işim yox. Necə olur? Bir də həvəsləndirirlər. Bunu da həvəsli vaxtında. Deyək, gəl gedək. Əla ləzzəti var. Bir dəfə elə də. Həzrət Əlidir, o bir dəfə eləmə. O bir dəfəni gözlə. Düşün, o halından istifadə edir hər kəs. O düşün, gözlə, fikirləş ki, nə verəcək, nə alacaq. Bunu necə baxa bilərsən? Yadınıza gəlirsə, keçən çıxışlarda var idi Həzrət Əli Əleyhisselamın cümləsi ki, keçmişdəkilərin tarixlərini xatırla. Yadınıza gəl, belə bir cümləsi vardı Həzrət Əli Əleyhisselamın. Dün onları xatırla. Həzrət Əli buyurur ki, mən özüm onları xatırladım, sanki onlarla bir zamanda yaşadım. Yaxşı, bu sənə təklif olunan şeyi keçmişdəkiləri təklif eləyiblər bir dəfə adıyla. Gör, onların aqibətini hara gətirib çıxarıblar. Xoş aqibətdirsə elə, xoş aqibət deyirsə çək kənara. Düşünmək üçün vaxt əldə elə. Düşünmək üçün. Hər şeydən, nəfsdən, iblisdən, insanlardan, işdə düşünmək üçün həmişə vaxt əldə elə. O vaxtda çox şey qazanırsan. Sən tələsirsən ki, bunu eləyim, sonra əlimdən çıxar. Bunu eləyim, əlimdən çıxar, bəs çalın. Aləmi qarışdırdın bir-birinə. Bir nəfər gəlir sənə deyir, mənim heç özünü tam tanımırsan. Mənim filan yerlərdə tanışlarım var, filan yerdə bir dənə adamım var. Amma sənə deyir ki, 30 min qoy, bir dənə iş görək. Bunun filan yerdə tanışı var, səndən 30 min niyə istəyir bu? Buna rahat-rahat inanırlar. Həyat belə olur. Eyni zamanda çox-çox üzr istəyirəm. Ailə quranda, ailə həyatı quranda. Görürsən, fikirləşirsən, ailə, xoşbəxtlik. Amma başa düşməmsən o nədir? Qurursan, sonra görürsən ki, problemlər başlayır. Sonra da adam deyir ki, fikir verin, çox maraqlıdır həqiqətən. Sonra adam deyir ki, yox, bu yaxşı adam deyir, düz seçməmişəm. Demirsən, düz seçməmişəm, deyirsən, bu yaxşı adam deyir. Ailə belə olmaz. Sənə izah eləyən lazımdır ki, sənin o halvın bu seçimidir. Sən oradakı halvın seçimidir bu. Bu pisdir, yaxşıdır, hər nədirsə, sənin seçimin bəhrəsidir. İzah eləyə bilirəm. Sənin seçimin bəhrəsidir. Problem kimdədir? Problem səndədir. İndi sən istəyirsən ki, ona görə belə olur, ona görə bugün ailələr dağılır, gözləmirlər, tələsirlər, dərhal, buna görə olur. Sən indi istəyirsən ki, o səhv seçimi yenə düzəltməyə çalışırsan. Deyirlər sənə ki, yaxşı olmayan Allah eləməsin dostun olsun da. Allah eləməsin, yaxşı olmayan dostun olsun, ətrafın olsun. Sənə deyirlər ki, boşa çıxsın, geçsin, rahat yaşa.
Yenə sənin bu halında, sənin bu halından yenə kimsə istifadə elədi, yenə sənə səhv seçimə sürükləyir. Fikir verirsən, sənin halına. Ona görə deyir, çəkil kənara ki, o emosional haldan çıxasan, məntiq ilə baxasan məsələlərə. Yenə sənin o halından istifadə elədilər. Nəticə etibarilə ailəvi dağıtdılar. Yox əgər, seçim elə belədir, insan elə belə olar. Həyat, ailə elə belə olar. Amma deməli, burada problemi hara qaytarmaq lazımdır? Qaytarmaq lazımdır özvə. Özün yaxşı olduqca nizamlayacaqsan, sən yaxşı ola bilmirsən deyə nizamlaya bilmirsən. Problem var buradadır. Bütün hadisələri nizamlayacaqsan. İndi olur da xüsusən cavanların ailə həyatında gənclik olur. İnsan fikirləşir ki, hamı xoşbəxtdir, mən bədbəxtəm. Düşdü bu depresiya, səhər də getdilər zaqsa boşanmağa. Yox, belə deyir həyat. Deyirlər, Loğman əleyhissalam üçün deyirlər ki, Loğman bir özünə ismətli, iffətli, pak bir xanım axtarırdı evlənmək üçün. Belə deyirlər. Axtarırdı. Xəbər çıxdı ki, tapıb. Bir nəfər tapıb. Sonra getdi, maraqlandılar. Dedilər, bəs ailə qurdun ondan. Dedilər, tapmısan. Dedi, yox. Dedi, nə əcəb? Dedi ki, getdim, soruşdum. Gördüm ki, o da paş bir dənə kişi, qeyrətli bir dənə kişi axtarır. Daha ismətli bir kişi axtarır. Gördüm, mən də ona uyğun deyirəm. Biz həmişə istəyirik ki, biz 100%-lik, hər şey bizə uyğunlaşmalıdır. Yox. Bəzən yox, adamın zəhərli halı olur. Sən elə bilirsən, düz seçim eləmişsən, düz seçim eləməmişsən. Ona görə hər bir hadisədə, çox yormayayım, sizə ardını davam eləyərəm. Hər bir hadisədə Həzrət Əli əleyhissalam buyurur ki, dayan. Mütləq dayanmalısan. Dayan, tələsmə, qərar ver, ondan sonra fikir versəz, bütün cəmiyyətin ciddi problemi bu olur. Fikir verin, hamı qışqırırlar ki, haqqı de. İnanırsınız ki, ya, bu qışqıranların 99%-i haqdan xəbəri yoxdur. İnanın mənə ki, xəbərləri yoxdur. Heç bilmirlər haqq necə yeriyir, haqq necə addımlayır, haqq necə hərəkət edir. Onu bilmirlər. Başa düşmürlər haqq necə hərəkət edir. Dini camiyyənin də ciddi problemi bundan ibarətdir. Ümumiyyətlə, eyni zamanda istənilən bir cəmiyyətin biz ədalət istəyirik. And içərəm Allaha ki, ədalətlə yaşaya bilən insanı tapsaq, vallahi görək o qədər sevinək ki, dünyada elə bir sevinc olmaz. Ədalətlə yaşamaq istəyən, əslində ədalətlə yaşamaq istəyən insan demirəm, heç yoxdur, var, amma çox azdır. Yəni, bildiyiniz qədər azdır, bildiyiniz qədər. Azı nə qədər bilirsinizsə o qədərdir. Amma qışqıranlar bir üstünə düşüblər, hala düşüblər. İnsanların, cəmiyyətin çoxsu belə olur. Hala düşürlər, hala düşdükdən sonra orada qarşı tərəfdə olan axı düz deyil. Qarşı tərəfdə olan ki, düz çıxartmadı, onu səhv çıxartdı və salam, düşdü səsküyə, düz deyirlər, ədalət istəyirik, biz də ədalət istəyirik. Əslində, bunlar özləri ən ədalətsiz adamlardır ya. Sadəcə qarşı tərəfdə düzsüzlüyü, o səhv adamın səhvi bunlar ədalətli eləyir. Bunlar ədalətli deyirlər əslində. 3-cü xəlifənin dövründə cəmiyyət ədalət istəyirdi, belə deyə yox. 3-cü xəlifənin dövründə cəmiyyət ədalət istəyirdi, ədalət uğrunda 3-cü xəlifəni öldürdülər. Həzrət Əli buyurdu ki, gözləyin, səbirli olun, eləməyin bu işi, bu böyük bir cinayətdir. Öldürdülər 3-cü xəlifəni. Biz ədalət istəyirik, biz ədalətli xəlifə istəyirik. Öldürəndən sonra, amma sonrası nə olacaq fikirləşmirlər. Sonradan nələr baş verəcək? Ədalət istəyirsiniz, yaxşı, kim qaldı indi? Həzrət Əli. Həzrət Əli Peyğəmbərin canişinidir, Həzrət Əli Əleyhisselam Peyğəmbərin yanında olub, Peyğəmbərlə birgə olub və ən ədalətli adam tanıyırıq onu. Həzrət Əli Əleyhisselamı götürüb gəldilər özlərindən xəlifə. İndi kimi öldürmək istəyirlər? Bu ədalət istəyən cəmiyyət. İndi Həzrət Əli Əleyhisselam ədalətlə davranır. Deyirlər, yox, zülm eləyir bizə. Görürsünüz? Deməli, o cəmiyyət ədalət üçün öldürmədilər xəlifəni. Xəlifə ədalətsizdir, onda işim yoxdur. Amma bu cəmiyyət o xəlifəni ədalət üçün öldürmədilər. O cəmiyyət o xəlifənin dünya məhdudiyyətləri, maddi sıxıntılarına görə öldürdülər. Məsələ bundan ibarətdir. Ona görə də görürsən, dünyanın hər yerində bir dəstə insanı, müəyyən yerlərində bir dəstə insanı toplayıb salırlar ortaya. Hansı adla ədalət istəyirik?
Ədalət istəyirik, demokrat istəyirik, problem budur da. Və bunlar da düşürlər, bir dəstəsi bu düşür səsküyə, müəyyən bunların üçün idarəçilər olur. Düşürlər bunların səsküyünə və salam öz yaşadıqları adlarını, sanlarını biabır eləyirlər, vəziyyəti pisləşdirirlər, daha da körləyirlər. Heç vaxt bu kimi cəmiyyət ayağa durub, heç vaxt daşı daşda qoya bilməyib. Bu kimi cəmiyyət heç vaxt bunu bacarmayıb. Tələsən cəmiyyətlər, dayanmayan, zamanında dayanmayan cəmiyyətlər heç vaxt bir iş görə bilmir. Amma baxıb görürsən ki, bəzi müdrik insanlar var cəmiyyətdə. Dünya uçulur, misal olaraq. Hadisələr bir-birinin üstündən cərəyan edir. Hadisələr o qədər tez bir zamanda bir-birinin ardıca cərəyan edir ki, sən başı itirirsən. O çıxır, aram-aram danışır ki, tələsməyin, səbirli olun, Allah hər şeyi nizamlayacaq. Niyə görə? Çünki həmişə bu nəfsini gözlədə bilib. Bir insan nəfsini gözlədə bilməsə, həyatında səhvlər qarşısında mütləq aciz qalacaq. Ona görə Həzrət Əli əleyhissalam bu ki, gözləyin. Bəzən görürsən, möminlərin arasında, da son sözümdür, yordum sizə, bağışlayın mən. Möminlərin arasında, dindar cəmiyyətin arasında İnciliyi nədən baş verir? Çünki gözləmirlər. Dayanmırlar, səbr eləmirlər, gözləmirlər ki, problemi həll eləyək, biraz gözləyək, bəlkə üzr istəyəcəkdik. Bir fürsət ver, o əzəmətdə Allah insan bir günah eləyəndən sonra 7 saat möhlət verir ki, tövbə eləsə onu günah kimi yazmayacam onun üçün. Biraz Allaha oxşamaq lazımdır. Biraz fürsət ver, sən 1 saat keçdi üstündən, onu 5 nəfərin arasında gəldin, danışdın. Biraz fürsət ver, bəlkə 2 saatdan sonra yazacaqsan ki, üzr istəyirəm səndən. Fürsət ver, dua elə onun üçün səhvin başa düşsün. Fürsət vermə, fürsət vermirsən. Fürsət vermədiyin üçün problemlər baş qaldırır, fitnə yaranır və fitnənin içindən çıxmaq olmur. Ona görə Həzrət Əli əleyhissalam buyurur ki, həmişə hərəkət eləmək uğur demək deyil. Həzrət Əli əleyhissalam 25 il hərəkət eləməyib. Amma 14 əsrin şahıdır Həzrət Əli əleyhissalam. 25 il dayandı, Kərbəla yaratdı. 25 il dayandı, İmam Həsən əleyhissalam tərbiyə elədi. 25 il dayandı, bir dənə Zeynəb yaratdı, düzəltdi Həzrət Əli əleyhissalam ki, ikincisi yoxdur. Şükür verirsiniz. O dayanmağın vaxtında dayandı. Amma necə dayanıb? Rahatdır dayanma yox. Özü buyurur ki, gözündə tikan, boğazında sümük qalan şəxs kimi dözdüm. Amma dözdüm. Amma dözdüm ki, Kərbəla yaransın. Dözdüm ki, Hüseyn yaransın. Və dözəndən sonra Allah ki, görür Həzrət Əli əleyhissalam dözür. Heç kimin gücü çatmaz. Həzrət Əli deyir, bütün yük mənim öhdəmdə. Mən dözürəm. Mən dözürəm. Həzrət Əli əleyhissalam ki, dözür. Nəticədə nədir? 14 əsrdir Həzrət Əli əleyhissalam şəhid olub. 14 əsrdir. Həzrət Əli əleyhissalam ürəklərin şahıdır bu gün yenə. Düşmən deyir ki, haqqdır, mübarizə eləmək lazımdır. Amma bacarmaq olmur. Dost deyir ki, haqdır, itaat eləmək lazımdır, amma gücümüz çatmır. Görürsünüz, hara gəldi, çatdı. Həzrət Əli əleyhissalam hansı zirvəyə gəlir, çatır? Nəyin qarşılığında? Dözməyin qarşılığında. Hər hansı bir işdə işləyirsiniz, hər hansı bir işlə məşğulsunuz. Bütün çətinliklərə, bütün problemlərə dözmək lazımdır. Dərhal reaksiya itirəcək. Hər şey itirəcək. Ona görə bütün çətinliklərə dözmək lazımdır. Bəzi şeylər var ki, onların səsi çıxmamalıdır. Ürəklərdə, dərd də olsa ürəklərdə çəkilməlidir, getməlidir. Yoxsa adam inkişaf eləyənməz ki. Yoxsa adam uğur qazananməz ki. Ona görə də Əhl-i Beytin həyatında ən mühüm məsələlərdəndir. Həzrət Əli əleyhissalam ki, burada dayanın. Bunu da deyim, yekunlaşdırdım. Peyğəmbərin qızını öldürənlər hər gün Peyğəmbərlə bir süfrədən çörək yeyənlər idi. Təsəvvür edirsiniz. Xəbər də gəlir Cənab-ı Cəbrail vasitəsilə ki, ya Rasulallah, bax budur. Bunlar eləyəcəklər. Kimi? Kimi öldürəcəklər? Fatiməni. Amma ya Rasulallah, dözmək lazımdır. Sənin daha mühüm işlərin var. Dözmək lazımdır. Qoymamalısan ki, fitnə yaransın, ümmət parçalanar və sən idarə eləyənməzsən. Dözmək lazımdır. Kimə dözür? Fatimənin qatilinə dözür. Kimlə birgə çörək yeyir? Həzrət Zəhranın qatili ilə çörək yeyir. Təsəvvür edirsiniz? Görün, məsələlər hansı həddə vacibdir. Kim dözsə, səbr eləsə, kim o həssas vaxtı dayana bilsə, uğur ondandır. Kim dözə bilsə, uğur ondandır. Tarix belə göstərir.
Bu zarafat deyil, söz əsl mənasında. Ağıllı adamlar, bizim 44 günlük müharibə ki vardı, elə belə bir şey deyildi o. O kiçik bir məsələ deyildi, balaca bir məsələ deyildi. Təsəvvür edin, o çox böyük bir məsələ idi. Olduqca böyük bir məsələ idi. Biz ancaq üz qabağına baxırıq da, misal olaraq. Biraz dərin baxsan. 30 il dözün, bir gün dünyavi qələbə. Dözməlisən, gözləməlisən ki, yetkin cəmiyyət yetişsin, gənclər inkişaf eləsin, sənin vəziyyətin düzəlsin, ictimai vəziyyət düzəlsin, dünyada gedən proseslər uyğunlaşsın, bütün hər şeyi uyğunlaşdırmalısan, rahat bir şey deyil. Kim olursan ol, dözdünsə, düzgün addım atdınsa qələbə səndəndir. Kim tələsdirsə bugün dünyada görürük. Nə qədər qüdrətin olursa olsun, nə boyda qüdrətə sahib olursansa ol. Ən güclü pul səndə olsun, ən güclü, belə deyək, texnologiya səndə olsun, nə olursansa ol, tələsdinsə dünyada biabır olacaqsın. Fikir verirsiniz bugünkü dünyaya. Biabır olanlar da görürük dünyada, qələb qazananlar da görürük. Dözənlər bugün dünyanın izzətli kişiləridir. Onlar ki, yox, tələsiblər. Fərqi yoxdur, mömin olsun, inanclı olsun, ya inanclı olmaz, fərqi yoxdur. Tələsiblər ki, biz eləyəcəyik bunu, hissənmişik, qıcıqlıyıq bunların əlindən. Bu fitnəni yaradacaq, nəticəsində nə oldu? Nə olur? Nəticəsi bu olur ki, uğursuzluq. Və bütün dünya səviyyəsində sən özünü dağ boyda göstərmirsən, bütün dünya gördü ki, ayaqqabı qədər qiymətin yoxdur. Sən səhv göstərmirsən özünü. Fikir verirsən, düzgün olmayan addım, tələsik addım, dayanmamaq, səbirli davranmamaq, səbir elə belə bir şey deyil ki, Əhl-i bizə tapşırırlar ki, kim səbri yaddan çıxarsa həlak olar, kim səbri yaddan çıxarsa hər iki əlindən gedər. Ona görə bizə deyirlər ki, gözləyin, tələsməyin, amma hərəkətli gözləniş. Risk elə, cəsarətli ol. Danışacağım bunlar hamısını gələn dərsdə. Risk elə, cəsarətli ol, belə addımlar. Bunlar hamısı boş şüarlardır insanlara verilir. Ona görə də ağıllı davranmalısan. Özün hər nə qədər gücün varsa, gücvə uyğun davrandınsa sən ən cəsarətli adamsan. Bu olduqca mühüm məsələdir. Allahdan istəyirəm ki, Allah bizi səbirlərdən qərar versin. Allah işlərimizi uğurlu eləsin. Allah'ın verən Peyğəmbərin ehtiramını Allah bu ayda bizlərə bərəkətli, faydalı tövbə və bərəkətli iman nəsib eləsin, bərəkətli təqva nəsib eləsin. Allah bizim ürəklərimizi bir-birimizdən ayrı salmasın. Allah bizi səmimi insanlardan qərar versin.